Ona görə də müsəlman birisi dinini hər bir zaman uca saxlamalı, izzətli saxlamalıdır. Allah özünə övlad götürdü deyənlərin bayramını qeyd etməli deyil. Onların dinləri özlərində, bizim dinimiz isə əlhəmdülillah təmiz və sağlam, paş qalmalıdır. Uca Allah Kəhf surəsində buyurur: "Və yunzirəllezîne qalu ittexazallahu vələdə." Peyğəmbəri göndərdik ki, Allah özünə övlad götürdü deyənləri xəbərdar etsin, onları qorxutsun. Kəhf surəsi 4-cü ayə. Ona görə də bizim Peyğəmbərimiz sallallahu aleyhi ve sellem göndərilib ki, onları Yahudi və Xristianlara tutduqları yanlış yola görə onları xəbərdar eləsin, onları qorxutsun. Necə bir müsəlman daxil olan yeni ili qeyd edə bilər və yaxud da qeyd edənləri təbrik edə bilər.